Bugün xırda şeylərdən, bağçalardan danışacağıq. Adaptasiya dövründə qapıda uzun-uzadı vidalaşıb uşağın ayrılmasını daha da çətinləşdirməyin. Ağlasan səni bağçada qoyub gedəcəm deyə bağçanı cəza kimi göstərməyin. Bugün bağçaya getməsən də olar deyib, hər səhər bağçanı müzakirə mövzusuna çevirməyin. Müəllimin şəxsi nömrəsinə gec saatlarda təcili olmasa mesajlar yazmayın. Bir problemi həll etmədən birbaşa digər valideynləri tərəf toplamağa çalışmayın. Başqa valideyn haqqında qeybət eləməyin. Uşaqlar arasında baş verən adi konflikti böyüklər arasında konfliktə çevirməyin. Mənim uşağıma niyə baş rol vermədiniz? Mənim uşağım niyə qabaqda oturmadı kimi uşaqların fəaliyyətini valideyn rəqabətinə çevirməyin. Hər gün bugün nə öyrəndiniz? Yox. Bəzən bugün ən çox nəyə güldün? Kimdən oynadın deyə soruşun. Bunlar xırda şeylərdir. Amma belə xırda şeylər uşaqlarımızın da, müəllimlərimizin də həyatını rahatlaşdırır.